Dostlar, hər birinizi yenidən xoş gördük. Bugün ikinci günümüzdəyik və mövzumuz Quantifiers mövzusudur. Dünən sizlə noun mövzusunu tam şəkildə təkrar elədik. İmtahanda əsas nəyə diqqət etmək lazımdır, nələrin bizim qarşımıza daha çox çıxma ehtimalı var, bunlar barədə danışdıq. Bugün eyni məntiqlə məhz Quantifiers mövzusuna nəzər salacağıq. Düşünürəm ki, Quantifiers mövzusu da əslində isim mövzusunun bir tərkib hissəsi kimi çıxır əksər hallarda bizim qarşımıza. Hətta toplu testin içərisində əksər nümunələrə diqqət eləsəz, noun mövzusunun içərisində məhz Quantifiers'ın da işləndiyi testlər var və məhz dünən mən noun mövzusunun videosunda da buna toxundum. Dərsin sonunda sizə müəyyən əvəzlik nümunələri qeyd elədim ki, həmin əvəzliklərin necə isimlərlə işləndiyini mütləq şəkildə öyrənin, çünki noun mövzusunun testlərində bundan rastlaşacaqsınız. Bugün isə sırf mövzunun özünü tam ətraflı şəkildə gözdən keçirəcəyik. Mən lövhədə gördüyünüz hissəni Quantifiers mövzusunun bir əsası özəyi kimi həmişə şagirdlərə təqdim edirəm və lövhədə diqqət edirsinizsə 6 pəncərəmiz var. Mən videonun sonunda sırf bu səhifəni buraxılış qrupumuzda da paylaşacağım ki, belə deyək də, şəkil formatında da bunu görə biləsiniz və videonu yekunlaşdırdıqdan sonra da şəkil formasında təkrar edə bilərsiniz. Hətta özünüz üçün çap edə bilərsiniz bu hissəni. Deməli dostlar, burada məsələ nə yerdədir və ümumiyyətlə Quantifiers mövzusunda bizim missiyamız nədən ibarətdir? Quantifiers mövzusunda əsas işimiz əvəzliklərin, yəni lövhədə gördüyünüz sözlərin demək olar ki, əksəriyyət əvəzliklərdir, istisna bir-ikilərin çıxmaq şərti ilə əvəzliklərin necə isimlərlə işlənməsi və üstəgəl də tərcümələri. Yəni bu iki hissəni biz əzbər bilsək, Quantifiers mövzusundakı testlərin 80-90%-ni çox rahatlıqla həll edə biləcəyik. Əvəzliklərin necə isimlərlə işlənməsinə gəlməmişdən əvvəl dünənki isim məsələsini xatırlayaq ki, biz dünən qeyd elədik ki, isimlər 3 tip olur sayılma ehtimalına görə. Sayılan tək isimlər, sayılan cəm isimlər və sayılmayan isimlər. Və lövhədə gördüyünüz sözlər də məhz həmin o 3 tip isimlə bölgülərə görə burada ayrılıbdır. Məsələn, birinci hissədə gördüyünüz başlıq yalnız sayılan tək isimlərlə işlənən əvəzliklər və sözlərdir ki, burada biz an artikellarını, one, each, either, neither, every və another sözlərini görürük ki, bu sözləri testlərdə yalnız sayılan tək isimlərin qarşısında işlədəcəksiniz. Yəni, cəm və ya sayılmayan isimlər nöqtələrdən sonra gəlibsə, bu gördüyünüz variantlar avtomatik yanlış variantlardır. Cədvəlin ikinci xanasında yalnız sayılan cəm isimlərlə işlənən əvəzlikləri görürük. Bu hissədə isə biraz daha çox əvəzliyimiz var ki, ilk ikisi this və those əvəzlikləri bunlar işarə əvəzliklərimizdir. Few, a few, many, both, several, the number of və a number of əvəzlikləri də cəm isimlərlə işlənən əvəzliklərdir və yalnız cəm isimlərlə işlənən əvəzliklərdir, yəni tək və ya sayılmayan isimlərlə işlənmirlər. Burada əksəriyyətimizin qarışdırdığı məsələ a number of və the number of ifadələrinin işlənmə qaydasıdır. Şagirdlər bunu belə xatırlayırlar ki, a number of-dan sonra cəm isim gəlir, the number of-dan sonra tək isim gəlir. Amma qəti şəkildə bu qayda belə deyil. Bu iki ifadənin ikisindən də sonra cəm isim işlənir şuralar. Fərq bunların xəbərlərindədir. A number of-dan sonra cəm xəbər işlənir, the number of-dan sonra isə tək xəbər işlənir. Bunu biz sizlə mübtəda xəbər uzlaşmasında da bir daha toxunacağıq bu məsələyə. Növbəti üçüncü xanamız yalnız sayılmayan isimlərlə işlənən əvəzliklərdir ki, burada biz 3 əvəzliklə rastlaşırıq. Much, little və a little əvəzlikləridir ki, bu 3 əvəzlik yalnız və yalnız sayılmayan isimlərlə işlənir. Amma mən burada bir dənə də məsələni qeyd eləmək istəyirəm ki, little və a little nümunələrini biz sifət olaraq da görə bilərik. Sifət olaraq gördükdə isə nəzərinizdə saxlayın ki, bu sözlər mənasına görə istənilən tip ismin qarşısında işlənə bilir. Amma testlərin bizə təqdim olunan nümunələrinə baxsaq ki, topluda da buna aid testlər var. Little sözü sifət kimi balaca mənasında olanda adətən sayılan isimlərlə, sayılan tək isimlərlə işlənir. Amma biraz az mənalarında isə sayılmayan isimlərlə işlənir. Yəni siz little-dan sonra tutaq ki, water görsəz, bread görsəz, yəni bir sayılmayan isim görsəz, bilin ki, onun mənası az və ya biraz mənasındadır. Yox, əgər sayılan isim görsəz, məsələn, a little box, balaca qutu. Burada artıq anlamanız lazımdır ki, little burada sifətdir. Növbəti dördüncü xanamız sayılan tək və sayılmayan isimlərlə işlənən əvəzliklərdir. Dostlar, aşağı sıradakı bölgümüz artıq bir isimdən yox, 2 və ya daha çox isim tipi ilə işlənə bilir.
Yuxarıdakı bax diqqət elədinizsə, bura ancaq sayılan tək idi. Ora ancaq sayılan cəm idi. Üçüncü başlıqda ancaq sayılmayan idi. Amma burada gördüyünüz this vəziyyət əvəzlikləri həm sayılan tək isimlərdən işlənə bilir, həm də sayılmayan isimlərdən işlənə bilir. Yəni biz this book-da deyə bilərik, this money-da deyə bilərik. Hər iki ehtimal doğrudur. Daha sonra bu hissədə 5-ci xanada verilən nümunə həm sayılan cəm, həm də sayılmayan isimlərlə işlənən əvəzliklərdir və testlərdə ən çox qarşılaşdığımız əvəzlik başlığı bəlkə də bu 5-ci xanadır. Burada biz görürük a lot of, lots of, plenty of, more, enough, some, other, all, any və most əvəzliklərini ki, yenə bu əvəzliklərin mənalarını öyrənmək əlbəttə ki, bayaq qeyd elədim, mütləqdir və əlavə olaraq da bu əvəzliklər həm sayılan cəm, həm də sayılmayan isimlərlə işlənə bilir. Və sonuncu xanamıza gəlirik. Sonuncu xanamızda bizi istənilən tip isimlə işlənən sözlər qarşılayır. Burada birinci başlığımız the article-dır. Mən bunu dünən noun mövzusunda da qeyd eləmişdim ki, biz en artikellarını öyrənəndə qeyd edirik ki, bu artikellar ancaq sayılan tək isimlərin qarşısında işlənir. Bəzən biz bunu səhvən the article-na da aid edirik, amma the article uşaqlar yalnız və yalnız sayılan tək isimlərlə işlənmir. Biz burada the article-ını istənilən tip isimlə, yəni tək, cəm, sayılmayan, fərq etmədən istifadə edə bilərik. Hətta article-da öyrənəcəyik ki, the article-ının daha fərqli işlənmə yerləri də var. Növbəti iki əvəzliyimiz isə no və the other əvəzlikləridir. The other əvəzlikləri bizim topludakı testlərimizdə heç vaxt mənim qarşıma çıxmayıb. Yəni, böyük ehtimal ki, siz də onu görməyəcəksiniz. Amma no ən çox işlənən və qarşımıza çıxan əvəzliklərdən biridir. Dostlar, bu gördüyünüz ekran Quantifiers mövzusunun 80-90%-ni həll etməyinizə imkan verən hissədir. Mən dediyim kimi bunu qrupa da açacağam. Bu hissəni əzbərləyin, mənalarını da əzbərləyin. Əmin olun ki, ondan sonra Quantifiers mövzusunun çox böyük əksəriyyətini həll etmiş olacaqsınız. İndi ikinci hissədə daha bir neçə dənə əlavə qeydə də toxunacağıq. Amma unutmayın ki, mövzunun əsas hissəsi məhz bu gördüyünüz ekrandır. Mövzunun əsas hissəsinə toxunduq və verilən sözlərin necə isimlərlə işləndiyi qaydasını gördük. Amma bu bizə bəs eləmir. Bayaq da vurğuladım ki, bunlar bizə testin maksimum 80%-ni həll etməyə imkan verir. Amma yerdə qalan nümunələrdə bəzi xırdalıqlara ehtiyacımız olacaq. Məhz indi həmin xırdalıqları görəcəksiniz ekranda. Birinci qeydimiz, dostlar, else sözü haqqındadır. Else mənası daha olan bir sözdür və bunun işlənmə qaydası əsasən iki formada olur. Biz bunları bir görürük. Əvəzlik mövzusunda öyrənəcəyik. Some, any, no və every əvəzliklərinin törəmələrindən sonra ki, mötərizədə something, nobody, anyone və s. bu tipli nümunələri görürsünüz. Və bir də uşaqlar sual əvəzliklərindən sonra, yəni who, what, where və s. bu tipli nümunələrdən sonra biz else sözünü işlədə bilirik. Amma else sözünün Quantifiers mövzusu ilə ən yaxın belə deyək, münasibəti onun isimdən işlənməməsindən qaynaqlanır. Çünki biz testlər təkrar yanlış variant olaraq variantlarda else cavabını görürük. Amma nöqtələrdən sonra isim gələn testlərdə biz else cavabını doğru cavab olaraq seçə bilmirik. Çünki mövzu Quantifiers'dır. Quantifiers'da bayaq da vurğuladı. Verilən sözlərin necə isimlərlə işlənməsi məsələsidir əsas əhəmiyyət kəsb edən hissə. Amma nöqtələrdən sonra isim gəlibsə, bu halda da biz else-dən istifadə edə bilmirik. Yəni, dostlar, else yalnız və yalnız sual sözlərindən və some, any, no, every əvəzliklərinin törəmələrindən sonra istifadə oluna bilər. Aşağıdakı cümlələrdə də görsəz, there is no one else in the room, no one üstəgəl else olur və who else came yesterday's party. Burada da who-dan sonra məhz else-dən istifadə etmişik. İkinci qeydimiz a number of the number of məsələsidir. Bunu bayaq vurğuladım şifahi şəkildə. Bir də görüntülü şəkildə baxaq ki, a number of və the number of ifadələrinin hər ikisi özündən sonra cəm isim tələb eləyir. Bunu bayaq da qeyd elədik. Yəni, isimlərində fərq yoxdur. Fərq bu iki dənə ifadənin xəbərlərindədir. A number of-dan sonra diqqət edirsə yazılıb cəm isim gəlir, ardıca da cəm xəbər işlənir. The number of-dan sonra isə yenə cəm isim işlənir. Amma xəbər bu dəfə təkdə olur. Və a number of students are qeyd olunub, yəni cəm xəbər qeyd olunub. The number of students is qeyd olunub, yəni tək xəbər qeyd olunub. Dostlar, bu mövzuda mənə görə ən problemli hissə məhz buradır. Çünki bunu mən statistik olaraq deyirəm. Şagirdlərin ən çox xəta elədiyi hissə məhz bu gördüyünüz hissədir ki,
Burada biz yenə many, much, few, little, a few, a little və a lot of əvəzliklərini görürük. Biz bu əvəzliklərin necə simlərlə işləndiyini öyrənirik, bilirik və sadəcə buna fokuslanırıq testləri həll edərkən. Amma bəzi hallarda bu əvəzliklərin qarşısında bax bu gördüyünüz so, to, very, only və such sözləri işlənir. Bu halda durum bir qədər dəyişir. Çünki bu əvəzliklərin isimdən işlənmə qaydası dəyişmir. Burada problem yoxdur. Amma bu sözlər artıq özündən sonra işlənə bilən əvəzliklərə biraz məhdudiyyət qoyur. Məsələn, testdə görürsünüz ki, to, nöqtələr, books gəlib. Və books cəm isimdir. Variantda da a lot of cavabı var və şagird dərhal fikirləşir ki, əgər nöqtələrdən sonra cəm isim gəlibsə, mən ora books yaza bilərəm. Amma bu qaydaya baxanda mən görürəm ki, to-dan sonra mənim heç orada a lot of variantım yoxdur. Və bu situasiyada anlayıram ki, to-dan sonra mən many, few, much, little işlədə bilərəm. Nöqtələrdən də sonra books ismi gəlibsə, yəni cəm isim gəlibsə, yalnız many və few-dan istifadə edə bilirəm. Çünki many və few cəm isimdən işlənir. Much və little da sayılmayan isimlərdən işləndiyinə görə heç onları da yaza bilmirəm. Baxmayaraq ki, to-dan sonra istifadə oluna bilir. Ona görə bu cədvəl mütləq şəkildə əzbər bilinməli olan cədvəllərdən biridir. Və buradakı qeydlərimiz nədir? So, to, very sözlərindən sonra siz yalnız many, few, much və little nümunələrini istifadə edə bilərsiniz. Only nümunəsindən sonra a few və a little işlənir. Bəzi hallarda some da sizin qarşınıza çıxa bilər. Mən sadəcə topuldakı testlərdə bunu görmədim deyə bura əlavə eləməmişəm. Amma nəzərinizdə qalsın. Və sonuncu qeydimiz də such sözü ilə bağlıdır ki, such sözündən sonra a lot of işlənə bilir. Amma burada bir dənə də haşiyəyə çıxıb vurğulamaq istəyirəm ki, bayaq qeyd elədiyim little sözünün sifət kimi işlənmə durumu da var idi. Əgər little sifət kimi sayılan isimlərlə işlənərsə, bu halda such sözündən sonra işlənə bilər. Yəni siz suchdan sonra little sifət kimi işlədə bilərsiniz, əvəzlik kimi yox. Və aşağıda nümunələrdə də bunu görə bilərsiniz. Məsələn, so many books ifadəsi var. Biz burada həm so ilə many'nin işlənməyinə diqqət eləməliyik. So ilə many işlənə bilir. Həm də many və booksun işlənməyinə diqqət eləməliyik. Many'dən də sonra cəm isim gəlir deyə bu variant avtomatik düzgün olur. Digər ifadəmiz burada məsələn such a lot of money ifadəsidir ki, biz yenə birinci olaraq burada such və a lot of ifadələrinin bir-birinə işlənmə qaydasına diqqət eləməliyik ki, görürük. Suchdan sonra a lot of gələ bilir. Həm də a lot of-la money-nin bir-birinə işlənməyinə diqqət eləmək məcburiyyətindəyik ki, və a lot of-dan da sonra sayılmayan isim işlənə bildiyinə görə bu ifadə də avtomatik olaraq düzgün olur. Amma məsələn burada such many books yazılsaydı biz bunu avtomatik səhv götürməli olacaqdı. Çünki suchdan sonra gördüyünüz kimi cədvəldə many əvəzinin işlənməsi mümkün deyil. Son iki qeydimiz qaldı bu mövzu ilə bağlı. Qeydlərimizdən birincisi a lot sözü ilə bağlıdır. Dostlar, a lot-u a lot of-la qəti şəkildə qarışdırmırıq. A lot of bayaq qeyd elədiyimiz cəm və sayılmayan isimlərlə işlənən bir əvəzlikdir. A lot isə zərfdir. Yəni, a lot-un isimlə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. A lot zərf olduğu üçün cümlədə feildən sonra işlənir. Yəni, bayaq else-də qeyd elədiyimiz məsələlər var idi ki, else özündən sonra isim qəbul edə bilmir. Eyni şey a lot üçün də keçərlidir və bu da bizim testimizin adətən yanlış variantı kimi çıxır qarşımıza. A lot-u siz zərf kimi feillərdən sonra istifadə edə bilərsiniz. İsimlə qəti şəkildə istifadə etməyəcəksiniz. Və son qeydimiz də hardly sözü ilə bağlıdır. Hardly sözünü biz sizinlə daha geniş formada sifət mövzusunda öyrənəcəyik. Amma burada da bilməli olduğunuz hardly'nin iki dənə xüsusiyyəti var. Birinci xüsusiyyət odur ki, dostlar, hardly bir inkarlıq bildirən sözdür. Biz adətən alışmışıq inkarı no, not, none, nobody, no one bu tip sözlərlə bilək. Amma hardly də bir inkar sözüdür və burada da qeyd olunub diqqət edirsə hardly inkar sözüdür və biz bilirik ki, bir cümlədə biz yalnız bir dənə inkar sözü işlədə bilərik və buradan da çıxartdığımız nəticə odur ki, əgər bir cümlədə hardly varsa, məsələn, siz o cümlədə no işlədə bilməzsiniz, not işlədə bilməzsiniz. Ümumiyyətlə, başqa heç bir inkar anlayışını həmin cümlədə istifadə edə bilməyəcəksiniz. Bu birinci tələbdir və ikinci tələb də əslində elə məhz birinci tələbə bağlanır. Biz bayaq Quantifiers-in cədvəlində də mən bunu qeyd eləmişəm. Some əvəzliyi təsdiq cümlələrində işlənir, any əvəzliyi inkar və sual cümlələrində işlənir. Bunu sonradan əvəzlikdə də ətraflı şəkildə öyrənəcəyik. No isə özü inkardır. Və biz bayaq qeyd elədik ki, hardly inkar sözüdür. Hardly inkar olduğuna görə dostlar, bir cümlədə hardly varsa biz orada some işlədə bilmirik. Çünki some təsdiqli işlənir. Bir cümlədə hardly varsa biz orada no da işlədə bilmirik. Çünki iki dənə inkarı bir araya gətirə bilmərik. Və qeyd elədiyim kimi any
inkar və sual cümlələrində işlənir. Deməli, bir cümlədə hardly olsa, biz həmin cümlədə any-ni işlədə bilərik. Any ilə bağlı bir məsələni də elə indidən vurğulayım. Əksər hallarda şagirdlər səhvən any-ni inkar kimi götürür. Any inkar deyil dostlar. Any inkarda işlənən bir əvəzlikdir. Yəni, inkar olan yerdə məhz any-ni istifadə edə bilirik. Xülasə, ən son qeydimiz belə olacaq ki, əgər bir cümlədə hardly varsa, siz orada some işlədə bilməzsiniz, no işlədə bilməzsiniz. Yalnız any əvəzliyindən istifadə edə bilərsiniz. Dostlar, bu Quant Fars mövzusunun yekunudur. Tövsiyəm, əvvəldə verilən cədvəli əzbərləyirsiniz və əvvəldə verilən cədvəl sizin testlərinizin çox böyük bir qismini həll eləyəcək. Lakin sonradan danışdığımız xırdalıqları da mütləq şəkildə nəzərinizdə saxlamanız lazımdır. Çünki əks halda testdə maksimum nəticə əldə eləməyə bilərsiniz. Bugün ikinci bir videomuzda olacaq sizlə. Reading testləri ilə bağlı bir videomuzda olacaq. Bu videonu diqqətli şəkildə sona qədər izləyin. İzləmədə qalın, növbəti videomuzda gün ərzində mütləq şəkildə sizlə paylaşılacaq.